Hamıya salam. Bu videoda bugün 9 Mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanına düşən ingilis dili suallarına baxacağıq. Listening suallarının izahını mən ayrıca bir videoda verəcəm. Başlayırıq qrammatika sualları ilə. My friend and his cousin reading the same books for a week. Burada iki dənə şəxsdən söhbət gedir. Ona görə cəmdə olmalıdır. Təkləri çıxıram. Is təkdədir, has been, has. Sonra digər nədir? Was. Burada was yazılıb, was da təkdədir. Doğru cavabımız qaldı A variantı və for a week, for ilə olanda bilirsiniz ki, indiki bitmiş zaman götürülür. Sonra 8-də cəmdə olan isimlər soruşur. Food burada təkdədir. Sonra children burada person yazılıb, person təkdədir. Doğru cavabımız C bəndidir. Women cəmdədir. Trousers bu da pair noun, yəni iki hissədən ibarət olan isim getdiyi üçün həmişə cəmdə götürülür. Sonra step, progress bunlar ikisi də təkdə olan sözlərdir. Bu sözün özündə 2 dənə S var. Knowledge təkdədir, mice cəmdədir. Belə. Knowledge sözünə görə də yeni çıxırıq. Sonra 9-da her hair is as gördüksə demək ki, deməli, adi dərəcədən istifadə etməliyik. Sifətin adi dərəcəsi olmalıdır. Doğru cavabımız Y bəndi. Üstünlük dərəcəsi, müqayisə dərəcələrini çıxıram. Bu da üstünlükdə çıxdıq. Sonra gəldik 10-cu suala. Düzgün sual cümlələrini istəyir. How many pieces of furniture did they buy? Tamamilə doğrudur. Köməkçi feil mübtədadan əvvələ keçib. How many pieces of furniture were bought? Alınıb deyir. Bu da doğrudur. 2 də doğrudur. Bought they olmamalıdır. Köməkçi feil qabağa keçməlidir. Did they buy olmalıydı. 3'ü çıxdıq. They bought bu da yanlışdır. Çünki deməli, sual cümləsində köməkçi feil əvvələ keçməlidir. 4'ü çıxdıq. 1, 2. Doğru cavabımız Y bəndi. 11'də today the weather is fine. The students are going for a walk. Deyir, hava yaxşıdır, tələbələr gəzintiyə çıxırlar. So olacaq doğru cavabımız. Buna görə də belə ki deməkdir. Hava yaxşıdır, buna görə də tələbələr gəzintiyə çıxırlar. Amma olmayacaq. Çünki amma ziddiyyət bildirir. Though, although bunlar ikisi də ziddiyyət bildirir. Həm də deməli, ikisi də eyni mənanı ifadə edir. Ona görə birini gördüksə cavabda o birində çıxmaz. Bunlar da çıxdı. Bir də qaldı or. Or da və ya deməkdir. Uyğun gəlmir. Cümlənin mənasına uyğun gəlmir. C-ni çıxdıq. Sonra we got 2 packages and of them were from Nick. Deyir, 2 dənə paketimiz var. Burada of görürsünüz. Burada və were görürsünüz. Cəmdədir. Each təkdən işlənir. No-dan sonra of gəlməz. None of olmalıdır. None of olsa da yenə burada were yox, was olmalıydı. Çünki none təkliyi bildirir. Sonra deməli, digər, bu deyəsən everydir. Everydən sonra of işlənməz. One da yenə təkliyi bildirir. Were cəmdədir. Bir dənə qaldı. Doğru cavabımız C bəndi. Deyir, 2 dənə paket almışıq. İkisi də Nickdən gəlib. No one expected the producer about his plans. Expect'dan sonra bu complex object mövzusudur. Expect feili 3-cü kateqoriya feilimiz olduğu üçün ondan sonra gələn feilin qarşısında to işlənməlidir. Digər variantlar yanlışdır. As his English is excellent, yəni onun ingilis dilisi əla olduğu üçün he find a job. Modal feilidir. İndi bir variantlara baxaq. Burada has yazılıb, tək has modal feil istəyir. Axı has to modal feildir. Has to'nun inkarı doesn't have to şəklində düzəlir, yəni do-la düzəlməlidir. B yanlışdır. Won't be able, able'dan sonra mütləq to gəlməlidir. C-ni çıxdıq. Sonra doesn't have yanlışdır. Burada da to işlənməlidir. D-ni də çıxdıq. Doğru cavabımız Y bəndidir. Will be able to. İngilis dilisi yaxşı olduğu üçün o yaxşı iş tapa biləcək. Sonra 15-də nədir? Proud of, to be proud of, to be afraid of-la işlənən ifadələrdir. Və hər ikisi topluda olan ifadələrdir. Sonra match the given words to their definitions. To donate, deməli, pul yatırmaq, iyanə vermək, kömək etmək deməkdir. To give something, especially money, to people in need. Yəni, ehtiyacı olan insanlara nəsə vermək, xüsusilə pul mənasında işlənir. Biri oldu B. To value, dəyərləndirmək deməkdir.
To think that somebody or something is important. Kiminsə və ya hər hansı bir şeyin vacib, dəyərli olduğunu düşünmək. Olacaq, dəyərləndirmək 2-ci. To defend, deməli, qorumaq deməkdir. To protect somebody or something, yəni müdafiə etmək. Against attack, yəni kimisə və ya nəyisə hər hansı bir hücuma qarşı hücumdan qorumaq. 3-ə də olacaq A. B, C, A olacaq. Doğru cavabımız C variantı. Bir də baxaq. B, C, A. Bəli. 17-də how do you make vanilla ice cream? Məchul növə çevirməliyik. Deməli, cümləmiz indiki zamanda olduğu üçün mən was keçmiş zamanı çıxıram. Been-də çıxıram çünki indiki sadə zamandır. İndiki sadə zaman məchul növ forması am is are üstəgəl participle to-la düzəlir. Aha. How is, doğru cavabımız B bəndi olacaq. Vanilla deməli, vanilla dondurması necə düzəldilir? Vanilla dondurması təkdə olduğu üçün are götürə bilmərəm, C-ni çıxdım. Və köməkçi feilimiz mübtədadan qabağa keçməlidir. How is vanilla ice cream made? Belə olmalıdır. Is əvvəldə olmalı idi. Yeni çıxdıq. Doğru cavabımız B variantı. Sonra, our children go to school by bus. Baxın, by bus, by train, by plane bu ifadələrdə heç vaxt article işlənmir. Ona görə article işlənən variantları buradan hamısını çıxıram. Bir dənə qaldı Y variantı. Elə bir dənə, yəni bu hissəsinə görə tapa bilərdiniz. Sonra, aha. Gəldik 19-cu sualı. My first day at work was not very good. I have made mistakes. Mistakes deyir, səhvlər buraxmışam. Mistakes nədir? Cəmdədir. Düzdürmü? Sayıla bilən cəm isimdir. A lot of işlədə bilərik, bəli. Deyir ki, mənim işdəki ilk günüm çox da yaxşı keçməyib, çünki çoxlu səhvlər buraxmışam. A bəndi doğrudur. Çox az səhv buraxmışam deyə bilməz. Baxın, very few qrammatik baxımından doğrudur, amma az səhv buraxmışsansa, deməli günün yaxşı keçib deməkdir. Məna baxımından B bəndi uyğun gəlmir. Sonra, a little, much, bunlardan sonra sayıla bilməyən isim gəlməlidir. Few'dan sonra, few da yenə az deməkdir. Baxın, very few, bunlar az deməkdir. Günü pis keçibsə, deməli çox səhv buraxıb. Ona görə Y bəndində götürə bilmərik. Sonra, we, our friends, next Sunday. Next Sunday, next nədir? Gələcək zamanın göstəricisidir. Doğru cavabımız Y bəndidir. Bu, indiki bitmiş zaman, indiki zaman, keçmiş sadə zaman, indiki sadə zaman, bunları götürmürük. Sonra, aha, burada nə deyir? The boys, aha, bizim cümləmiz isimlə başlamalıdır, mübtəda ilə başlamalıdır. Ona görə 4 ilə başlayaq gəlin. The boys, sonra 5-i götürək. The boys have been playing, mübtəda üstəyə xəbər. Tennis at the stadium for 2 hours. A bəndi uyğun gəlir. Bir də baxaq. Deməli, the boys have been playing tennis at the stadium for 2 hours. Elə A bəndi doğru cavabımızdır. Sonra 22-də. What an amazing places are they? Baxın, places sözü cəmdə olduğu üçün biz onun qarşısında an artikli işlədə bilmərik. What an amazing place it is tamamilə doğrudur. 2, yanlışlıq yoxdur. Sonra 3-də. How amazing places are they? 3 yanlışdır çünki bilirik ki, how'dan sonra sifət və ya zərf gəlir və ondan sonra isim gəlmir. Mübtəda sonra xəbər gəlir. Yəni, 3-cü cümləmiz belə ola bilərdi. How amazing they are və ya how amazing the places are olsaydı doğru olardı. 3'ü çıxdıq. Sonra how amazing the place is. 4 doğrudur, təkdədir. The place is-lə işlənib. How amazing place is it yanlışdır çünki nida cümləmizin sonu mübtəda üstəgəl xəbərlə bitirir. It is olur. 2, 4 doğru cavabımız C bəndi. Reading suallarının izahını digər bir videoda verəcəm. Eyni zamanda listeningi də. Belə, izlədiyiniz üçün təşəkkürlər. Nəsə bir sualınız yaranarsa onu da şərhdə bildirərsiniz.